Ötən gündən etibarən yağan intensiv yağışlar Şirvan şəhərində bir sıra fəsadlara səbəb olub. Muğan TV-nin məlumatına görə leysan nəticəsində şəhərin əsas yolları, küçələri və bir sıra sakinlərin həyətyanı sahələri su altında qalıb. Bəzi yollar isə keçilməz hala düşüb. Hadisədən dərhal sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı, müavinləri və digər məxsus şəxslər su basmış ərazilərə baxış keçiriblər. Fəsadların aradan qaldırılması istiqamətində Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Kombinat müəssisəsi, Yaşıllaşdırma İdarəsi, İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi şəxsin Şirvan Su Kanal İdarəsi, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər yanğından mühafizə dəstəsinin əməkdaşları ərazidə birgə fəaliyyət göstərir. Hazırda Heydər Əliyev və İstiqlaliyyət prospektində bundan başqa Tofiq İsmailov küçəsi, Kəndevləri yaşayış massivi, Leytenant İbrahimov və Xəqani küçəsində yağış sularının təmizlənməsi istiqamətində operativ tədbirlər gecənin bu saatlarına qədər davam etdirilir.